Yəni kişi deyir ya qadın deyir, yalnız mənim sözüm, yalnız mənim zövqüm, yalnız mənim isteklərim, yalnız özünü düşünür. Bütün məsələlərdə sən mənə uyğunlaşmalısan, sən mənim istədiyim kimi olmalısan. Bu mən mərkəzli həyat ailədə böyük problemlərə səbəb olar. Mən mərkəzli həyat yəni yalnız hərə öz fərdi həyatını düşünür. Fədakarlıq eləmək istəmir. Zahirdə bir yerdə yaşayırlar. Evin divarları onları bir yerə yığıb. Həqiqətdə bu evin əhli biri digərindən çox uzaqda yaşayır. Hərə özünü düşünür. Ailəni düşünmürlər. Hərə öz fərdi həyatını fikirləşir. Ailə düşünülmür. Bir evdə ki, yalnız kişinin zövqü ilə yemək pişirsə, biraz tənqid olunub belə bir. Yalnız elə bir kişi ki, evdə bütün mənim istəklərim olmalıdır, qarşı tərəfin heç istəkləri haqqında düşünmür, bu fikir təfəkkürü dinləyir, üstündən